insanların, xüsusilə də sahibkarların bizə də ən çox ünvanladığı bir sual var. Bunları xüsusi qeyd eləmişəm. Yeni sahibkarlar üçün sizdə boş yerlər varmı və insanlar sizə necə müraciət edə bilər? Bu barədə də bir məlumat verərdik. Bizim şehrin içinde satış ofislerimiz var. Abşeron'a geldiklerinde de Abşeron Ticaret Merkezi'nin içerisinde Lökbatan'da kendi yine satış ofisimiz var. 5. korpusta, sıra 5. korpusta. Oraya yakınlaşıp direkt iletişime geçebilirler. Yine bizim kurumsalda, ticaride direkt ulaşabilecekleri böyle bütün toplantılarda üst yöneticilerimiz var. Buradan ulaşabilirler. Dernegül'de aktif bir satış ekibimiz var. Kendi yer rezervasyonlarını, istedikleri kuadratları, metrekareleri buraya belirterek şey yapabilecekler. Şu an kademeli veriyoruz. Onu söyleyeyim. Yani normal mağaza tarzında yerimiz artık böyle dönüşüme gidiyoruz. Sıraya alıyoruz. Yerimiz var. Planlı şekilde yerleştire gidiyoruz. Yani bütün herkesi aynı anda böyle bir kaosla değil, kademeli gidiyoruz. Hiç kimsenin endişeleneceği bir durum yok. Yani bir yıllık süreçte bütün taşınmayı biz organize edebileceğiz. İnşallah. Teşekkür ederim Erhan Bey. Bizim digər qonaqlarımızdan sualı olan var və yaxud fikri olan varmı? Memarlarımızdan, dizaynerlərimizdən gənc var sualınız. İlk öncə hər kəs salamlayıram. Akşin bəy dəvətiniz üçün minnətdaram. Həqiqətən də ev sahibləri üçün də, ustalar üçün nümunəvi bir verilişdir. Axırıncı olsun. Təşəkkür ederim. Sualım bundan ibarətdir ki, biz usta olaraq, sənətkar olaraq hər gün yenilənən texnologiya ilə tanış oluruq və onların üzərində yazılan tətbiq mərhələlərini hamısını oxuyuruq, təlimatlanırıq. Biz öz işimizi profesional görən kimi sosial media üzərindən insanları təlimatlandırırıq ki, hansı mərhələdə nə cür nə işləmək lazımdır ki, problemlər olmasın. Amma bir neçə məhsullar var ki, biz o məhsulları çox belə gec tapırıq. O məhsulların adını çəkmək istəyirəm ki, hansı məhsullarda əslində Abşeron Ticarət Mərkəzinə öz təşəkkürümü bildirirəm ki, belə bir təşəbbüs eləmisiniz, həm ustalar üçün, həm mənzilini təmir edən sahibkarlar üçün, ev sahibləri üçün hər bir şey bir mərkəzdə toplanmışdır. Mən də salamlayıram hər kəsi. Mən də bu layihəni alqışlayıram, bəyənirəm, çox təşəkkür edirəm. Abşeron Ticarət Mərkəzində də mən də bir interyer dizayner olaraq müştərilərlə olmuşuq bir neçə dəfə. Yenilikləri çox bəyəndim. Hətta molun da açılacağı və yaxud digər də mebel şirkətlərinin də ora cəlb olunacağı bu məni sevindirdi. Bizim üçün çox rahat olub ki, biz müştərini ora